Cahilə Allah böyük ruzu vermir. Vermir. Bəli, elə ona görə kasıbdılardı. Qazanmaq üçün risk eləməyə bacarmalısan. Qazancı saxlamaq üçün səbr eləməyə bacarmalısan. Uğur qazananlar bu şuur altdan çıxırlar, ona görə qazanırlar. Bax, mən ona idrak inkişafı deyirəm. Allah insanları, yəni öz bəndəsini problemə düzgün baxmağı ilə seçir. Yəni istəyirsən Allahın sevimli bəndəsi olasan, problemə baxma, düzgün baxmaq öyrən. Daşı, dəmiri öyrənə bilərsən, özünü öyrənmək ondan daha çox aparır. Biz özümüzü tək gördüyümüzdən inkişaf edib özümüzü tanıya bilmirik. Mən pisəm, yox, mən yaxşıyam. Hansı mən? Hansı mən? Baba, o hansı mənə çıxmayınca mən yaxşıdır. Elə bir övladım var, vesini problem yaradır. Onu öyrədə bilməmsən ki, problem yaratmasın. Prosto dalınca təmizləyirsən. Kitablarda belə deyirlər ki, sən işləyərək heç vaxt böyük pul qazana bilməzsən. Çox işləyənin pul qazanmağa vaxtı yoxdur. Adgözəlov Zahid Vahidoğlu 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri 11 sayılı məktəbi bitirib Bakı Biznes Universitetində ali təhsilini davam etdirmişdir. 2007-2019-cu illərdə bank sahəsi hüquq departamentində idarəetmə vəzifəsində çalışmışdır. Sağlam Düşüncə Gənclər Təşkilatı və Vətəndaş Cəmiyyətinin inkişafına dəstək ictimai birliklərinin rəhbəri və həmtəsisçisidir. 2019-cu ildən Business Service Center şirkətinin inkişaf rəhbəri olmuşdur. 2020-ci ildən etibarən Adigözəl və TİAK layihələrinin rəhbəridir. Eyni zamanda biznes mentor olaraq şirkətlərə xidmət göstərir. Ailəlidir, 2 övladı var. Zahid, xoş gəlmisən. Can qardaş. Zahid, bugün maraqlı bir mövzuya toxunmaq istəyirəm, insan potensialı barədə. Bizim keçən dəfəki videonu mən özüm bir neçə dəfə izləmişəm, hətta bəzi dərk eləmədiyim anlar var idi, onları araşdırıram, bir də baxıram ki, onları başa düşüm. Bax, və həm də ki, özümdə suallar yaranıbdır bu insanın öz potensialına bağlı. Həqiqətən biz öz potensialımızı niyə tapa bilmirik və bunun üçün biz nə eləməliyik? Qəşəng. Əslində çoxunu yəqin ki, maraqlandıran sualdır. Çünki bəlkə də özümə neçə illər verdiyim sual olub o. Yəni, mən kiməm? Bəzən, əgər biraz daha erkən dövrə qayıtsan, yəqin ki, o sualları düşündürən çox olub. Misal üçün, niyə bu həyata gəlmişəm? Ümumiyyətlə. Okey, o da var. Bu sualların cavabını tapmaq o qədər də rahat deyil və həyatı demək olar ki, onun üstündə yaşayırıq ki, özümüzü tanıyaq. Amma necə elə bilərik tanıyaq? Bax, sualın böyük bir hissəsi bundadır. Mahiyyətcə özümüz dediyimiz kimdir? Deyirik, özüm mənəm bu. Mən kiməm? Yəni, ümumiyyətlə, bu aspektdən baxanda dərinə getdikcə suallar çox çıxır insan üçün. Yəni, tapmaq, müəyyənləşdirmək, görmək ki, sən kimsən, necə eləyəcəksən, hara gedəcəksən, nə sənin xoşuna gəlir, ümumiyyətlə, hansı istiqamətə getmək, niyə mən hansı sənəti seçməliyəm, kim olmalıyam bu həyatda. Əslində, o kimliyini tapanlar həyatda uğurluğu var. Yəni, baxırsan, insanların bir hissəsi özünü tanıyır, bir hissəsi özünü tanımır. Özünü tanıyanlar tanımayanlardan daha uğurludur. Razısızam məndən. Okey. Qəşəng. Demək, hədəfin birinci hissəsi ümumiyyətlə həyatda özünü tanıma prosesidir. Özünü tanıma prosesini keçməmiş uğur əldə edə bilməyəcəksən. Nə qədər çəkir bu özünü tanıma prosesi? Fərqlidir. İnsanların özünü tanınması, misal üçün, orta hesabla 40-a qədər çəkə bilir hətta. Hətta elə. Hətta. Yəni, bu dərk eləməkdir, də? Bəli, əlbəttə ki, odur. Zaten insan dərk etmə prosesinin bir içinə girməlidir. Bilirsiniz, o gəncdə hər tərəfə qaçmaq var, gənc adamda fikir vermişsiniz, belə daha şeydir, belə sürətlidir. Yaşlaşdıqca yavaş-yavaş səbir yaranır, anda düşünməyə başlayır. Niyə biz deyirik ki, yaşlılara deyirik, müdürük. Cavana müdürük demək çox retik olar da, kiməsə deyəsən, bu cavan uşaq olsa da müdürükləşib. Çünki o bir prosesin keçidi var, o prosesdən keçid var. Bir maraqlı bir mövzu yadıma düşdü. Deyir ki, bədənin yaşı. Bilmirəm, eşitmirsən belə bir şey. Bədənin yaşı, bəli. Fiziki yaş, bir də bədənin yaşı.
Misal üçün çox böyük araşdırmalar vardı o barəsində. Deyir ki, həkimlərdir, hüquqşünaslardır, sonra hətta sürücülər bilmirəm, hətta ona aiddirsə. Onlar daha bədən misal üçün 40 yaşındadır, amma bədənin yaşı 50-dir misal üçün. Əslində onun haqqında bir dəfə düşündüm. Niyə də? Niyə bax bu sənədlərin sahibləri? Baxırsan ki, çox insanla işləyiblər. Daha çoxu ilə təmasda olublar və insanlarla danışdıqca, işlədikcə daxilən yaşlaşıblar. Təcrübələri çox. Bəli, müdrikləşmənin prosesidir. İnsanlar bilirsiniz, belə deyək də, bir daşı bir formada yonmağı öyrənmək üçün sənə nə qədər lazımdır? Yəni uzağı ağıllı adamsansa 2 ay, 1 ay tutacaqsan ki, bunu necə yonacaqsan da. Mən arada deyirəm ki, bu maşın ustalarının 99%-i gəliblər, məktəb oxuya bilmirlər ki, qoşurlar bir yerə, nə bilim 10 il orada işlənməklə öyrəniblər ki, bunu nətər elə. Mənə 3 ay lazımdır o sənəti öyrənmək. Yəni mahiyyətcə nə qədər daha bilgilisənsə, daha özünü idarə edə bilirsən, tez öyrənmək imkanı əldə edirsən də. Amma sənəti öyrənmək, insanı öyrənməkdən rahatdır. Sənəti öyrənmək. Bəli. Prinsipi təkrarlanan bir şeyləri öyrənirsən də belə baxımda sənəti öyrənmək. Sənəti öyrənmək üçün sən özündən başqa cür olmayacaq bir şeylərlə işləyirsən. Nə bilim, atverka dəmirdən də forması budur da. Yəni bundan o tərəf olası deyil bu. Nə bilim, taxta stoldur, bu stoldur taxtadır da. Bu taxtadan başqa şey olası deyil. Bu tələ taxtadır. Bunun forması budur, bu yerdə durur, belənçini özünü aparır və s. Amma insan dəyişəndir. Yəni çox güləriz bir adam da bir gün nervini görsənə bilər, qışqır-bağır sala bilər. Nə bilim, işləyən adam da bir gün deyir, mən işləmirəm, daha yorulmuşam, nə qədər olar, məndən ancaq alışsınız, məndən ancaq deyirsiniz, mən elə bir borcum var, hamıya elə bil ki, və s. Demək, insan fərqlidir, insan daha qəlizdir. Razısan mənə, yoxsa yox? Mən razıyam, amma bunun potensialla nə əlaqəsi var? Birbaşa əlaqəsi var. Necə? Potensial dediyimiz nədən danışırıq? Bədənin, olanımızın potensialından, özümüzdən danışırıq, bir fərddən danışırıq və ya yanımızdakından danışırıq. Bir övladımın potensialı, bir işçimin potensialı, özümün potensialı. Və bu olan nədir? Bu dəmirdir, daşdır. Bədəndir. Bədəndir, yəni insandır da belə götürəndə, düzdürmü? Bax, onun üçün buna birbaşa aidiyyət var. Yəni, daşı, dəmiri öyrənə bilərsən, özünü öyrənmək ondan daha çox aparır. Bayaq dedik ki, 40 yaşına qədər, ona görə mən aydınlaşdıram. Yəni, biz özümüzü öyrənmə prosesimiz içində, hətta digərini öyrənməkdən daha gecdir. İnsan, bilirsiniz, o güzgüyə baxmasan bilərsən, sənin üzün nə formadadır. Yəqin ki, yox. Yəni, bizim üçün özümüzü tanımaq üçün, daha qəlizdir, nəinki digərini tanımaq. Yəni, demək ki, misal üçün, mən yaxşı oğlanam, nə bilim, mən insanlara xeyir verə bilirəm, nə bilim, kömək eləyənəm. Bunu mən deməyim bir məna gətirmir. Sən kimsələrsə olmalıdır ki, o təmasda olub və görüb ki, həqiqətən də sən kömək eləyə bilən adamsan. Zat bəlkə qıraqdan özümüzü görmürük, ona görə də elə. Bəli, qıraqdan özümüzü görə bilmirik. Çox qəşəng bir nüansa gəlib toxunursunuz. Mahiyyətcə biz çox vaxt deyirik ki, mən. Düzdür? Özünü tanımaq və mən sözünün nə qədər əlaqəsi var, ondan danışacağam. Özünü tanımaq və mən. Bəli, bəli. Okey. Maraqlıdır, yoxsa yox? Yavaş-yavaş mən biraz da dolaşıram. Əslində, biz mən deyəndə neçə nəfər nəzərdə tutursan? Mən deyəndə bir nəfər də, yəni mənəmsə, yəni biz deyiliksə mənəmsə bir nəfər. Problemin böyük səsi orada gizlənir. Biz özümüzü tək gördüyümüzdən inkişaf edib özümüzü tanıya bilmirik. Yəni məndən başqa kimsə var yəni? Bəli, səndən başqa kimsə var. Kimdir? Biz ona nə deyirik? Deyirik ki, insan 3 hissədən ibarətdir. Bir mən deyil, 3 məndir. Sən əql, bədən, ruh deməlisən. Bəli, bəli. Bunlara ayıracam, mahiyyətini tutulsun. Zaten onu ayırmamış tanıya bilmirsən özünü. O hamı deyir o məsələni. O həqiqətən belədir. İndi aydınlaşdıracaq. Nə qədər realdır bu? Real yox, birbaşa realdır. Elə o mərhələyə çıxanda özünü inkişaf elətdirə bilirsən. O mərhələsiz sən özünə heç nə eləyən deyilsən. Bilirsən niyə? Mən deyəndə insanda bir ego var axı. Mən yaxşıyam. Mən kömək eləyirəm mən hamıya. Mən hamının hesabını çəkənəm. Mən. Mən pisəm, yox, mən yaxşıyam. Hansı mən? Hansı mən? Baba, o hansı mənə çıxmayınca mən yaxşıdır. Mən hər mənada gözəldir, məndən yoxdur. Nətər deyərlər. İndi gəlir o hansı mənada mən. Mən keçən dəfə bilmirəm, bu aqilli, batilli, cahilli barədə danışmışdım. Biraz danışdım, tam girmədim.
Biraz onu açacağım. Orada Aha. o nüansı tutmaq üçün. Nədir aqil, nədir batil, nədir cahil? Altdan yuxarı gedək də, yuxarıdan aşağıya. Cahillik elementi, o rus dilində nivejda deyilir. Cahilliyin mahiyyətcə elə bir kəsdir ki, yaxşını pisdən ayıra bilmir o adam. O sənə bilmədən zərər vurar. Yəni bilmir də nə yaxşı, nə pisdir. Adətlərə çox bağlıdır, məğzin başa düşmədən. Prosta bu cür götürüb bu cür olur. Amma nədən elədi başa düşmür. Cahilliyin elementi o bədəninə bağlılıqdır. Əqlə də yox ha. Bədənin idarə etməsidir. Bədən deyəndə nəyi nəzərdə tuturuq? Mən ona deyirəm heyvani bədən. Yəni instinktlər. Heyvanda var instinkt. Yəni yoxlar ki, yox. Nətər yoxdur? Heyvan yemək yemir. Var. Elə deyirsən. İnstinkt nədir? Bu sənin yeməyindir, bu sənin hirsindir. Məsələn, heyvan görsən qəzəblidir. Şirə yaxın durmaq olar, yer bizi. Sən heyvanı istərəndə onu da elə çıxır ki. Bəli, bizim bir hissəmiz həmən heyvandır elə. Həmən o heyvandır, bizdə gizlənib, belə deyək. Fikir vermisiniz, insan var, deyir, mən qəzəbli insanlar var, əsəbini saxlaya bilmir. Deyir, getdi filan şey dedi, mən də qızdım, özümü saxlaya bilmədim. Görmüsən, görməmsən? Danışmısan? Görmüşəm zahid. Qəşəng. Bədən onda instinkt bədənin bir xüsusiyyətidir. Bəli, bədən dediyimiz instinktləri nəzərdə tuturur və bu heyvani hissədir. Yəni mən insanı böləndə bölə bilərəm də bir heyvani hissə, həmən bu instinktlər. Varmı o adamlar ki, onları instinktləri idarə eləyir? Deyə bilərsən bir misal özün üçün yadva salan. Var təbii ki. Bir misal çək. Ad deməyə, prosta bir nəfər nədən görmüsən ki, o instinktləri idarə eləyir? İnstinktləri harda bir misal kimi görə bilərsən. Misal qoy bir misalı deyim də beynimə rahat gəlsin. Orucluq, oruc tutmaq. Oruc tutmaq nədir? Yeməkdən saxlayırsan, özünü sudan saxlayırsan. Baxırsan, insanlar var ətrafımızda oruc tuta bilmirlər. Soruşsan, niyə tutmursan? Nə deyir? Qorxuram az qalmaqdan, az qala bilmirəm və s. və s. Mən xəstələr zad nəzərdə tutmuram ha. Əslində nə deyir o? Əslində nə deyir? Bax söz kimi dedi ki, mən yeməksiz, yəni qorxuram da bu qədər müddət az qala bilmirəm mən. Dediyi budur. Amma əslində nə demək istəyir? Əslində dediyi odur ki, mənim yemək instinktə aiddir da. Bədən istəyir də yemək, sən istəmirsən ki. Yəni mədən acıb da, belə bir şey çıxmasın da. Bədən deyir ki, mənə yeməyi ver. Düz deyirəm yoxsa? Əqlin demir ki. Ruhun da demir də, düzdürmü? Nə dedi? Mədən dedi də. Və adam deyir ki, mən az qala bilmirəm. Nə demək istəyir? Deyir ki, mənim bədənim məni idarə eləyir. Mənim instinktlərim məni idarə eləyir. Mən adam deyiləm. Gözəl gəldi, nə elə? Aydınlaşdıra bilirlər. Bu həmən o heyvani hissədir. Misal üçün, mənim özümdə illər qabaq yaman qəzəb var idi. Hirs. Qəzəb hamıda var da. Yox, hamıda yoxdur. Mən sənə milyon insan göstərərəm ki, qəzəb deyilən şey görməyəcəksən onda. Nə vaxtsa hirslənib başa ata bilər. Amma mənim sözüm onda deyil ki, o nə vaxtsa hirslənir, başa atır. Mənim sözüm ondadır ki, xırda şeydən hirslənə bilən, əsəbini saxlaya bilmir. Sadə sən dözə bildin, görürsən, bu niyə burada partladı ki? Razısan mənə yoxsa yox? Var. Bəlkə mən səhv deyirəm? Yox, düzdür. Qəşəng, əla. Bax, mən öz qəzəbimi bilirsiniz nəyə oxşatdım? Nəyə? İtə. İtə? İt var, afçaqda tutan. Onu oxşatdım ona. Bunu vizualizasiya eləməklə idarə eləmək olur. Qəzəbimi elədim bir it. Hirslənəndə mən hirslənmirdim, it hirslənirdi. Mənim işim bilirsən nə idi orada? İtin xaltasından tutub geri çəkmək. Yəni içimdən alov gəlir. O mən deyiləm, o həmən itdir. Tuturam itin xaltasından, deyirəm, geriyə deyirəm. Dala gəl. Kömək elədi o. Nəyin ki kömək elədi? Mən bu dəqiqə bəzən hətta elə şey deyirlər, özümün içindən gülməyim gəlir ki, mən yəni. Aydınlaşdıra bildin? Okey, bəs hərəsi ayrı-ayrı heyvandır. Bir misal çəkəcəm. Mən biraz da qaçdım. Bir misal çəkəcəm. Deyir ki, bir gün bir bədəviyin səhrada bir yaşlı bədəvin görür bir nəfər. O deyir, bu tək tənha buradan ağarsan, neyinirsən sən burada təkdə? Deyir, mən tək deyiləm. Mənim 2 dovşanım var, 2 qartalım var, 2 qızıl quşum var, 1 ilanım var, 1 eşkəyim var, 1 şirim var. Deyir, nə oxuyursan, baxdan səni burada tək görürəm. Deyir, 2 qartal mənim qollarımdır. Dəydiyini dağıtmaq istəyir. Mən paslarını onları idarə eləməliyəm ki, yerini bilsin. 2 dovşan mənim ayaqlarımdır. Qorxu düşən kimi qaçmaq istəyir. Mənim işim onları idarə eləməkdir.
2 yastırıb da bu qızılquş. Mənim gözlərimdir, gördüyünə tamağı düşür. Onu mən idarə edirəm ki, o eləməsin elə. İlham mənim dilimdir, çatanı sancmaq istəyir. Mənim işim onu ukratitdə idarə eləməkdir ki, o insanlara sancmasın, pis söz deməsin. Deyir, eşək təbiətində ləngdir, tənbəldir. O da mənim bədənimdir, tənbəldir, heç nə eləmək istəmirəm. Mən pastayanlı onu şey deyirəm ki, dursun bir iş görsün. Şir, deyir, savannanın şahıdır. Egosu, yəni şey çıxmasın da, ən yuxarıda durandır. O da mənim egomdur. Mən də onu pastayan idarə edirəm ki, şişməsin, təkəbbürlüyü qaldırmaz. O instinkt tərəfinə onda toxundun da, sən instinkti tam idarə İnstinktlər də var eləmək. orada beynin hissəsi də var, indi gətirəcəm ona. Bəs bir dənə belə bir şey deyirlər, mən çox rastlaşıram ki, Təkəbbür məsəl üçün, şey, instinkt qayıt deyil, onu deyim belə. yox, təkəbbürü demirəm. Məsəl üçün, insan həmişə, mən psixoloqlardan da müsahidə götürürük, belə bir şey deyirlər ki, müəyyən bir sakitləş, özünü çalış, reaksiya vermə, şey eləmə, özünü sakitləşdir. Yəni bunu nəzərdə tutar, bədəni nəzərdə tutar Yox, elə sakitləşdirməyə, deyil. Bilirsiniz, insan tipindən asılı. O adam var sakitdir, nutrosunda sakitdir. Elə anadan gələndə sakit anadan gəlir. Fikir versən, uşaqlardan soruş, insan yanındakilardan da denən, uşaqlıqda nətər olmusan, cəld, yoxsa sakit. Baxanda görəcəksən, zaten adam özü sakitdir. Kimsə desə cəld, baxarsan ki, özündə dalov var, elə bir yerdə durmur, misal üçün. Kimsə desə sakit, elə baxarsan ki, elə təbiətində sakitdir, üstünə geçsən sakitdir, cavab vermir və yığır da, belə deyək də. Yığıb birdən partlaya bilər, bəzilər yığıb heç vaxtda partlamayacaq. O tipinə asılıdır. Yəni, mütləq sakitləmək deyil, arada sürətlənmək də lazımdır, tipinə görə. Bu instinktləri indi biz yaxşı, bu instinktlərimiz bizim var. Yaxşı, biz bunu nə etməliyik? Bunu buraxmalıyıq, öz bildiyi kimi eləsin, yoxsa nəzarətdə saxlamalıyıq? Cahilliyin mahiyyəti ondadır ki, instinktlər səni idarə edir. Sənin işin nədədir? Sən instinktiv idarə eləyəsən. Mən də yol göstərdim, necə eləsən idarə eləyə bilərsən. İfadə edə bildim ki? Bildim. Yəni, bir neçə sual qabaqladım əslində. Zahid, o cahillik elementində əgər biz instinktləri məsəl üçün deyirik də, tutalım ki, bax, mən yaxşı yemək istəyirəm. Bu mənim cahillik elementimdir də bədəndə. Bəli. Yemək istəyirəm və ona nəzarət edə bilmirəm. O da problemdir. O da problemdir. Niyə görə problemdir, onu deyim sizə. Bəs Ruzunu. bir dənə keçməmiş. Bəs idman da eləyib onu çalışıram kompensasiya eləyim. Yəni nə məna verir bu? Yəni mən neynirəm? O potensialımı öldürürəm, qaldırıram, cahilliyimi. Yəni belə deyək də, sən elə bir övladın var, vəsini problem yaradır. Onu öyrədə bilməmisən ki, problem yaratmasan. Prosto dalınca təmizləyirsən. Gözəl. Gözəl. Anladım indi. Müasir dövrdə elə bir şirkət təsəvvür etmək mümkün deyil ki, orada kompüter, printer, server, korporativ elektron poçt, IT avadanlıq və ya istənilən proqram təminatı olmasın. Əgər bu xidmətlər sizin üçün maraqlıdırsa, burada göstərilən nömrə ilə əlaqə saxlayın, bizneskardan zəng elədiyinizi söyləyin və birinci ayınıza tam olaraq 50% xidmət endirimi əldə edin. Burada bir nüans var. Niyə cahilliyinə, niyə instinktləri idarə eləməliyik? Bizə, mən sizə deyim ki, cəmiyyətin bir çox hissəsi cahillikdədir. Azərbaycan 80% elədir. 80%. Hətta dünya miqyasında da, yəni faiz aşağıdır. Hətta 80-dan yuxarıdır, mən aşağı deyirəm, biləsiniz. O nüans nədədir də, cahiliyyətdə olanların əksəriyyəti o instinktlərini, öz azadlığı başa düşür. Yəni, adama deyirsən ki, misal üçün, oruç tut. Mən yenə də elə bir misaldan gəlirəm ki, belə görsənə biləndir də. Deyir, yox, mən niyə oruç tutum? İstəyirəm, yemək yiyirəm də. Yəni də, bu mənim azadlığımı əlimdən almaqdır. O elə nəzər alır. Və cahillərin elə problemi ondadır ki, onlar azadlıq anlamını çox bəsit başa düşüblər. Azadlıqlarını öz instinktlərinə qurban veriblər, amma onu başa düşmürlər. Mənim özüm üçün çox açıqlama oldu indi. Nüans nədədir? Cahilə Allah böyük ruzu vermir. Bəli, elə ona görə kasıbdırlardı. Baxın həmişə, hansı instinktlər səni idarə edirsə, onu çalış idarə elə. Eləməsən pul gedəcək. Kasıbçılığın ondandır. Möhtəşəm. Bax, bu məqamı keçməmiş, ruzuya çatmaq olmur. Təkəbbür də daha çox pul aparır, biləsiniz. Yəni, o təkəbbür batil elementinə aiddir. Amma özü-özlüyündə o pul aparır, nəinki pul gətirir. Yəni, fikir versən, hansısa bir şeyə nail olmuşsan, bir təkəbbüründən itirir adam.
Təkəbbürünü idarə eləsəydi, itirməzdi də. Gəl bir dənə təkəbbürü izləyicilər üçün açaq da, yəni anlamını, çünki təkəbbürü indi mən başa düşürəm. Təkəbbür anlamı sənə deyim cəmiyyətdə o qədər yəni dərində gizlənib ki, onu açmaq özü bir ayrıca elmdir ha. Mən bir aydınlıq gətirirəm biləsiniz. Sadə dildə də. Sadə dildə deyək də. Təkəbbür egonun, yəni ümumiyyətlə mənim üçün bir araşdırma eləmişəm. Bu batil hisslər deyirəm də ona da, misal üçün paxıllıq, nə bilim orada tamah və s. və s. belə bir hisslər var. Ortalama 2-dir əslində, qalanları onun içindən çıxmaqdır. Ortalama 2-dir. Ortalama 2-dir, qalanlar onun içindən çıxıb. Aha. Biri təkəbbürdür, biri tamahdır. Məsələn, ehtiras var. Ehtiras öz-özlüyündə min cür başa düşmüyorlar, amma o tamahdır. Təkəbbürün özü. Təkəbbür nədir? Rusca qardinya deyilir də ona da. Amma biz təkəbbürü özünə hörmət adında gizlədirik. Baxırsan adam təkəbbürü şey kimi gəlir. Yox, mənə dedim, mən ona cavabını verməsəydim, mən nətər, yəni amma təkəbbürlük eləyir. Hətta bir dəfə bir xanım var idi bizdə. Deyirəm, səndə təkəbbür var, onu idarə eləməlisən. Deyirəm, müəllim, harda oldu axı o təkəbbür? Deyirəm, bax, sən bir işçi var idi, ona durdun, kömək elədin. Düzdür, hə. Deyirəm, ona mı görə kömək elədin ki, ona rahat olsun, yoxsa göstərmək üçün kömək elədin ki, mən yaxşıyam? Baba, bu nüans çoxdur. Hətta mən sizə deyim, bugün indi Allah valideynlərin canı sağ eləsin. Əksər hallarda baxırsan, hansısa bir valideynin insandır da, yaşlaşır, müəyyən bir xəstəliklər zad olur. Övladları bunun xəstəlik müalicəsi ilə məşğuldur. Normal bir şey yoxdur da. Problem nədə olur? O, ananın özünə görəmi, atanın özünəmi görə onun müalicəsi ilə məşğul olursan, yoxsa öz adıva görə ona məşğul olursan? Bu mən filankə deyərlər ki, atasını aparmadı xəstəxanaya. Deyərlər ki, eləməyə, atanın özünə görə müalicəsini elə, sənin adıva görə onu müalicə eləmə gedən. Düz deyəsin. Bax, o gizlənən təkəbbürdür. Bilsən cəmiyyətdə nə qədər yerdə gizlənib o? Onun açılması var da, öz həyatında gərək onu yaşayasan. Onu açanda görürsən. Bilmirəm, keçən Fariz mənim deyəsən, maraqlı bir şey danışır. Deyir ki, biri gəlib, namaz qılandı da bu dinin içərisindədir. Başlayır ki, birinə ilişib ki, o namaz qılır. Bu nə paltarda namaz qılırsan? Belə paltarda namaz qılmazlar. Biri var, sən ona həqiqi dəyəri verirsən, istəyirsən insana kömək eləyəsən ki, o düzgün qılsın da. Çünki o namazı Allahla onun arasındakı olan təmas. Bir də var ki, sən ona göstərirsən, bilsən necədir? Amma mən bunu biləniyəm, sən yox. Namaz qılanda gəl məndən öyrən gələn ki, nətər qılmaq lazımdır. Bax, qeybət deyirlər. Keçən dəfə as-sujdeni, ras-sujdeni yadınızda da danışmışdım. As-sujdat eləmək, qınaq eləmək. Qınaq eləmək təkəbbürdür. Qınağın kökündə gizlənə bilirsiniz nədir? Mən yox, mən dünyanın ən yaxşısıyam. Sən o pisdir. Gəldi, salam vermədi. Bilmirəm, ifadə edirəm yoxsa yox. Yəni, mən eləməzdim, elə bir şey. Hansı anlamda ki, söz kimi məndən getmir, hərdən deyirlər, mən deməyirlər, lider mən demir, biz deyir, nə bilmə. Söhbət o məndə, bizdə deyil. Söhbət onun o kafada baxışıdır, onun eləməyindəki niyyətidir. Eləməyindəki niyyətidir. Bilirsiniz, eyni hərəkət edə bilər iki şəxs, niyyətləri fərqli ola bilər. Ola bilər, ola bilməz. Ola bilər, konuşdu. Biri yalan danışıb, ikisi yalan danışıb. Eyni şeyi yalan danışıblar. Birinin niyyəti tamah olub, oradan istəyib ki, fırlasın. Yalandan öz zibilinin paxırın üstünü örtsün, misal üçün. O birisinin niyyəti isə ona kömək edəm, istəməyib ki, o dərd çəksin. Onun üçün tam açmayıb bu məsələni. Hansı niyyət səhvidir, düzdür? Yəni də biri düzdür, biri səhvdir də. Mahiyyətcə ikisində də yalan var da. Hə, üzdə görsənən nədir? İkisi də yalan deyib. O hərdən gəlirlər, o baxırsan ki, batildir, ondan istifadə edir. Necə oldu? Ona siz belə elədiniz, mənə olmadı. Bu əgər ədalətdirsə hamısına olsun. Deyirsən, hə qardaş, bu dediyin altında gizlənən mən görürəm. Mən görürəm sən bu deməyimin səbəbi nədir? Ədalət axtarışı deyil bu. Bu sənin təkəbbüründür və ya tamahındır, idarə edir. Mən işçilərim hamısı bilir, mən neçə şirkətdə işləyirik də. Can yandırmadan səhv edəcəksənsə qorxma. Heç bir cəza olmayacaq. Amma tamahından, təkəbbüründən, cahilliyindən və təkrarən səhv eləsən, 2 qat vuracam. Əgər insan can yandırırsa, can yandırma nədir? Bir işə girib, bir istəyir baş versin də bu. Niyyəti təmizdir əslində. Prosta nəticə baş vermir, başqa cür olub. Nə bileyim, kofeni gətirib müştəriyə vermək istəyirdi, əlindən düşdü, sındı.
İndi başqa tərəfdə kofeni gətirib müştəriyə vermək istəmirdi. Elə o adam vardı, istəyirdi onun üstünə töksün. Özünü elə göstərdi ki, güya əlindən sürüşdü. Niyyəti necədir də burada? Bilirsiniz, yenə deyirəm, siyasətçilərə çox vaxt niyə pis baxırlar əslində. Üzdə danışanda huri mələkdir. Amma dalındakı niyyəti çıxardanda görürsən ki, bıy. Başqa məna var imiş. Ay sağ ol. Yəni o bilirsiniz istəmirəm dediyiniz şeydən gətirim, amma orada bir maraqlı bir şey var. Deyir ki, orada bir sərkərdə olur. Krishna ilə söhbətin arasında bir yer var. Deyir ki, o mənim dostumdur da, mənim tıxarımam. Tıxarım onlarda həmən o halal-haram məsələsidir. Yəni mənim borcum ondaydı ki, mən onun tərəfini tutum. Orada Krishna ona bir söz deyir. Deyir ki, səncə o səninlə niyə dostluq eləyirdi? Sən özünə görə dostluq elədi sənə, yoxsa sənin bu bir şey Arzun adında bir orada bir dənə də personaj var. O ilə düşmən olduğuna görə səninlə dostluq elədi. Hə, dostumun dostu. Başa düşməni mənim dostum siyasi. Yəni mahiyyətdə duran bilirsiniz nədir? Yəni o dostluq niyyətinin kökündə duran nə idi? Hətta baxa bilərsən insanlar güya ki dostdur, eşidəndə görsən ki dost deyil. Niyyət başqadır. Niyyət səhvdir burada. Amma sən onu deyirsən, dostluq dediyin şey, yəni partnyorluq da müəyyən maraqlar bir yerdə olanda deyilmi? Yəni bax. Maraqları eyniləşdirmə menecmentin öhdəliyidir. Öhdəliyin onun cavabdehlik nöqtələrindən biridir. Amma ailədə menecer kimdir? Ailədə yəqin ki, atadır da yəqin ki. Hardan bilirsən? Ər-arvad ikisi də bir prosesdədir. Orada menecer kimdir? Menecment nədir ümumiyyətlə? Menecment yuxarı qatda olandır da, düzdür? İşçilərin maraqlarını, şirkət maraqlarını eyniləşdirmək və ya öz aralarındakı maraqları eyniləşdirmək menecmentin öhdəliyinə aiddir. Bu bizim təlim metodu da, bəziləri deyə bilməz bu. Okay. Amma ailədə iki ər-arvad var, ikisinin statusu ortalama eynidir də. Status eynidir, amma bir nəfər idarə eləməlidir axı. Yox, bir nəfər idarə eləməlidir mənasında baxma buna. İkisinin bir-birinə əmr vermə ixtiyarı var yoxsa yoxdur? Var. Necə əmr verirsən? Sən təzə ailə quranda mən kişiyəm anlamından çox əmr verə bilərsən. Bir prosesə çatandan sonra deyirsən ki, can. Mən aydınlaşdıra bilirəm fikrimi. Siyasətdə maraqların eyniləşməsi var. Misal üçün, belə bir söz var, deyir, siyasətdə veçinədir? Ömürlük. Dost və düşmən yoxdur. Bu siyasətin qaydasıdır. Yəni, ölkələr bir-biri ilə dost və düşmən münasibətlərini maraqların üstündən qura bilirlər. Məsələn, Amerika ümumiyyətlə o cür baxır dünya siyasətinə. Amma ümumi götürəndə bəzi ölkələr var ki, görürsən ki, onların aralarında maraqlar toqquşmadı, onlar çalışırlar ki, maraqları eyni olsun. İfadə edə bilməmişəm. Var. Yəni, mahiyyət etibarilə maraqların eyniləşməsinin bir tərəfi də gəldi, çıxdı ona ki, mən istəyirəm sənlə marağım eyni olsun. Biri var, hadisələri ilə gətirdi ki, bizim maraqlar eyni oldu. Biri var, mən istəyirəm, mən içimdən o yol axtarıram ki, necə eləyim ki, sənlə marağım eyni olsun. Yaxşı, indi bunun hansı düzdür ki, indi belə baxanda? Hansı düzdür? Mən cahil batil elementindən danışıram. Hansı düzdür, hansı səhvdə yoxdur. Əlbəttə ki, batil münasibətdə sadəcə mənim istəyim var da, belə deyək də. Mən istəyirəm, niyə görə? Bax, sual orada odur. Mən istəyirəm, niyə görə səninlə münasibətim yaxşı olsun? Özümə görə, yoxsa hamımıza görə? Belə baxanda maraqlara görə də, hamı maraqlara görə. Açığı da, yəni, hamı marağa görə çekilir də, yəni. Mən marağım var ki, hakimiyyət tutum. Hakimiyyət tutum. Okay. Yolda səninlə dost olsam, mən daha tez sata bilərəm ona. Maraqlar da burada. Maraqlar, qəşəng. Gəldi bir məqam, artıq sən mənə o qədər də köməyin yoxdur. Maraqlar bitdi. Neynirəm? Sağollaşdın. Düzdür? Ha. Ədalətlidir, yəni düz... Deyil. Ay, sağ ol. Bax, gəldi, çıxdıq niyyətə. Amma sağollaşsan axı. Yox, gəldi, sağollaşma mütləq deyil. Bizdə, mən şirkətlərlə çox işləyirəm də, siz onu bilirsiniz. Şirkətlərin əksəriyyətinə baxırsan ki, rəhbər işçi var, əslində işi zəif bacarır olduğu yerdə. Rəhbər onu saxlayır, əslində ona faktiki ona uyğun iş yaradır. Belə baxanda maraqları qutarıb da çıxarsın da işdən də, niyə saxlayır? Min şey ola bilər orada, səbəb olaraq. Amma mahiyyətə bax da bir dənə. Yəni, bilirsən sözümün canı nədədir? Əgər niyyətdə duran, özün sənsə batillikdir. Özün də orada varsan, amma ümumiyyətdə cəmiyyətlisə, təmasda olacağın şəxslərdirsə aqillikdir.
Mən bir dəfə Başa düşdüm səni. əmim gəlib deyir ki, yolda bir dənə polis məni saxladı, belə elədi. Mən də onu belə elədim. Deyirəm, yaxşı. Onu eləməyində marağın nə idi? 1. Ona sübut eləmək istəyirdin ki, adam səhv yaşayır, düz yaşasın bundan sonra. Ona sübut eləmək istəyirdin ki, sən ağıllısan, sən bombasan. Hansı idi? 2 dənə ayrı-ayrıdır. Eyni hərəkətdir, düzdür? Eyni hərəkət. İkisində də eyni hərəkət eləyə bilərsən də, qarşıdakını sındıra bilərsən, mahiyyətcə. 2 dənə fərqli şeydir. Və 2 dənə başqa cavab yeyəcəksən ondan. Belə baxanda ikisində də həmin adamlar... İkisində hərəkət eynidir. İkisində də, yəni mən istəyirəm ki, sən səhv yolla gedirsən, düz yola gətirim. Səhv gedirsən, öyrətmək istəyirəm səni. Gəlirəm, görürəm, başa sala bilmirəm, vururam. Vururam, amma ona görə yox ki, səni göstərim ki, mən güclüyəm. Vururam ona görə ki, ail da. İkinci bir hissədə isə, mən səni vururam ona görə ki, sən görürsən ki, mən güclüyəm. Niyyət eynidir. Niyyət eyni deyil. Eyni deyil. İfadə elə bilirəm, mən fikrim yoxsa yox. Amma ikisində də vurursan. İkisində də vururam. Bax, orada nüanslar, bax, o cahil, batil, aqil buna görə dəyişir. Bax, bu 3 istiqamət ayrı-ayrı energetikadır ümumilikdə və bunların mahiyyətcə həyata böyük təsiri var və ona görə də insanların formatı bunlara münasibətdə fərqli göstərə bilir özünü. Bax, biz ikisini dedik də, cahili dedik. Cahili, əsas cahilin üstünə danışdıq. Düz deyirəm yoxsa? Batilə də biraz giriş elədik, amma... Aha, batilə giriş elədik. Əslində təkəbbür və tamahdan danışanda zaten batilə giririk. Niyə görə? Çünki elə o əqillə bağlıdır. Yəni, heyvanın təkəbbürü, tamahı cahil elementdə ola bilir. Yemək istəyir bu dəqiqə, götürdü, yedi. Yemək götürür ki, yıxsın, nə bilim orada xaladenika, hakimiyyət qursun, neynəsin. Başa sala bilir. Batil elementə girir, amma? O cə batilliyə girir. Batil müəyyən bir məxluqatda müəyyən elementlər görə bilərsən, amma bütün heyvanatla münasibətdə götürsən, cahil elementlərdir. Gəldi keçi ona batilə. Batil nədir? Bayaqçı nə dedi? İnstinkt məni idarə edir. Yaxşı, instinkt mi var ancaq insanda? Yəni, ancaq instinktlərdənmi ibarətik biz? Yox, təbii ki. Yox. Ağlımız var deyirik. Əql. Qəşəng. Və əqlimiz nə edir orada? Əqlimiz paxıllıq eləyə bilir. Əqlimiz təkəbbür eləyə bilir. Əqlimiz tamah eləyə bilir. Və əqlin formatıdır artıq. Bu əqlin formatı. Bəli, onun instinktə, yəni bədənin paxıllıq eləmək istəmir. Bədənin nəyinə lazımdır paxıllıq? Nə edəcək onda? Nə əldə edəcək onda? Yəni, bədənin təkəbbürlü eləməyi nə üçün istəsin? Yəni, harada onu acdı ora təkəbbürlüyü göstərmək üçün dedi, get təkəbbürlü ol. İtirmək qorxumuz var. Risklərdən idarə. Var vahimə, var risklərdən qorxmaq. Var. Aydınlaşdıra bilirəm? Var. Bunlar artıq əqlin formatıdır. İndi orada da münasibət var. Əqli səni idarə edir, yoxsa sən əqli idarə edirsən? Bax, orada batilin nüansı odur. Əgər əqli səni idarə edirsən, sən batilsən. Əgər sən əqli idarə edirsənsə, sən aqilsən. Bəs onu necə biləcəyik? Zaten birinci bilməlisən ki, sənin əqlin nədir vəbşə və nə hardadır, kimdir o, nətər olur. Bax, insanların əksər problemi burada başlayır. Əqlini özündən ayıra bilmir. Bilmir əqli nədir. O bayaq dediyim vardı, 3 hissə. O 3 hissədən biri həmən əqildir. Əqil heyvan deyil. Heyvan bədən ola bilər. Yəni də qorxmaq, nə bilim, bayaq dediyinlər. Amma mahiyyət etibarən əqil ağıllıdır. Ağıllıdırsa heyvan deyil bu. Demək, nədir? Yaxşı bu. Buna necə baxım ki, başa düşüm nədir? Maraqlıdır, necə baxmalıyıq ki? Yanındakı bir şəxs kimi. Bir yaxşı məsal vardı, bu yaxınlarda qulaq asdım. Deyir, əqil yaxşı quldur, amma yaxşı rəhbər deyil. Əqil quldur, amma yaxşı rəhbər deyil. Niyə? Çünki o rəhbərlik eləyəndə ancaq özünü düşünür. Sizə bir şey deyim, bu tibbidir. Fikir vermişsiniz, soğuqda qalanda deyirlər, yatma, ölərsən. Siz nə yatızdırır bizi? Əqil. Beyin yatızdırır. Beyin özünü qorumaq üçün səni öldürür. Özünü qorumaq üçün. Suda boğulmaq var, nəfəsi. Beynin problemidir. Yəni, beyin özünün oksigeni azalacaq, az qalacaq, öləcək deyənə səni öldürür. Bir dənə bununla bağlı, 2-3 gün bundan qabaq çox maraqlı bir dənə əhvalat eşitdim. Deməli, əvvəl Avropadan Amerikaya içkilər göndərirdilər. İçkilər də bunları da göndərəndə xüsusi aşağı hissədə göndərilir. O da daim soyuq olurdu.
Deməli bunu göndərəndə bir dənə işçilərdən biri düşüb ora və qapı bağlanıbdı. Və qapı bağlanıb heç nə çıxa bilməyib, heç cürə çıxa bilməyib, səs eləyib, buna heç kim gəlməyib. Və beləcə okeanı keçə-keçə baxıbdı ki, buradan içəcəyəm, biraz içib ora-bura, çaxır zad ora-bura. Amma faktiki olaraq ölməyib, qalsaydı ölərdi. Yox, orada bir məsələ var. Deməli bu bütün yolu gedibdi və axırda gəliblər, açanda baxıblar ki, ölüb bu. Ha. İçib, hamısı orada, burada belə elə. Ha, və o düşünüb ki, içəridə soyuqdur və bu soyuq məni bitər eləyəcəkdi, məni öldürəcəkdi. Amma satandan məlum olub ki, ora vəbşi soyuq olmayıb, 19-20 dərəcə olubdu. Yəni çox bəli. Bizim nə düşünməyimiz məsələsi gəlir. Bilirsiniz, bir dənə məsələ var onunla bağlı. Deyir, şah bir gün saraya gələndə görür ki, bu yaşlı bir adam axranda, mühafizədə. Mühafizəçi. Bunun paltosu yoxdur. Da bu üstü nazikdir. Deyir ki, sən niyə belə soğuq olar sənə şey olar? Deyir, şah sağ olsun. Yənidən yola verirəm də belə də neçə vaxtı beləyəm, yəni narahat olma. Deyir, yox, yəni keçim səhər sənə bir dənə palto göndərəcəm. O adam neçə vaxt demiş, elə formada o öz növbəsini aparmış. Amma həmən axşam ölür. O niyə? Siçanlarla belə bir eksperiment eləyiblər. Siçanlarla. Demək, siçanları qoyublar suya və o ortalama 40 deyir, 5-6 dəqiqə bilməm, yəni dəqiqə yadımdan çıxıb, orada çox az dəqiqə idi. Bir 10 dəqiqə olsun. Onlar suda bata bilirlər də, yəni qalır, sudur hər tərəf, çıxmağı yeri yoxdur, ölür. Onlar baxıblar ki, bu batda ki, o məqam var, gedəcək, orada bunları çıxardıblar, qurudub eləyiblər, təzdən atıblar suya. Neçə saat dedi, 36 saat onlar ölməyiblər. Bir dəqiqə, burada onda nə yaranır? Nadejda. Ki, bunu çıxarda bilərlər. Beynin formatıdır, başa düşürsünüz? Bilirsiniz, hərdən deyirlər, mən niyə həyatım belədir? Çünki sənin beynin belə baxır. Mənim filan problemim var, kişilər mənə atır, nə bilim orada, işçilər mənə oğurluyor, nə edir? Qardaş, səndə problemdir, işçilərdə deyil. O beyin şuuraltı, bunlar bir-birinə nə qədər yaxındılar? Yəni şuuraltı ilə danışsaq, biraz uşaqlıq mövzusuna gedəcəyik. Yox, mən istəmirəm biz gedək mövzudan. Sadəcə olaraq bilmək istəyirəm ki, bu beyin şuuraltı bu eyni mi şeydir, yoxsa fərqli? Beynin formatından daxili şuuraltı yaranır. Beynin formatından. Beynin formatından yaranır. Yəni biz anadan olanda görmüsünüz, birimiz bir şeydə yaxşıyıq, misal üçün, biri yaxşı rəqəmlərlə eşələnsin. Amma o birisini qoy orada, rəqəm görən kimi özünü öldürər. Yəni rəqəmləri tuta bilmir, başa düşmür o dedi. Amma o birisinə buraxsan axşamazan danışsın. Demək fərqliyik də. Formatımız fərqlidir, başa düşürsən? Bu uşaq anadan olandan belə öz formatı var. Bu dünyaya gələndə bir formatla gəlir. O formata münasibətdə onun bir düşüncəsinin elementləri yaranır. Hansının ki əsasında podsaznaniya formalaşır. Yəni host elementlərinə görə. Bəli, host elementlərinin söhbəti də orada. Misal üçün əgər adamda torpaq elementi varsa, bu riskdən qorxandır. Adam akademikdir, bıraq sənə elə şeylər danışsın. Amma riskə əgər getmirsənsə, heç nə də qazanası deyilsən. Və adam kasıbdır, deyir, mən niyə kasıbam? Sadəcə riskdən qorxursan, ona görə kasıbsan, da orada risk elə də. Ya da risk eləyəndə gedir, axırda elə şey risk eləyir ki, olan da batırır gəlir. Çünki tuta bilmir ki, nə düzdür, nə səhvdir. Məntiqlə gedir eləyir. Bu beynin formatına görə uşaqlıqdan başlayaraq gələn hadisələrə biz qərar veririk. Və o qərarı beynimizə zaps eləyir. Mən o podsaznaniya. Orada elə bir zapslar gedir də, belə deyək də. Bundan sonra bunu görəndə belə eləyəcəm. Niyə? Çünki beyin enerji itirən ən böyük orqandır. Ən çox enerji yeyən orqandır. O da istəmir. Bədəndə bir xisləti var da, çalışır ki, enerjini az itirsin, az şeyləsin. O da podsaznaniyadır. Hansı ki, təkrar elə də, təzədən bunu düşünmə. Düşünmək yorur insanı. Fikir vermişsiniz, nəyəsə otur, analiza, beyni yorulur. Amma podsaznaniya nədir? Yormur. Orada cavab var. Anı götür, B-yə qoyub. Düşünmə. Jack Lipton var, mütəxəssis, Amerikalı mütəxəssis, nevroloqdur. Onun maraqlı bir araşdırması var. Deyir, biz gün ərzində verdiyimiz qərarların, icra demirəm, amma qərar deyirəm, 95-99%-ni şuuraltı edirik. Elədir də, fakt düz deyir. Desən deyəcək ki, mən qərar verdim. Yox, şuuraltı gedir, həqiqətən. Aydınlaşa bilər. Bax, o şuuraltının formalaşması həmən beynin formatıdır. Hansına görə ki, gələn hadisələrdən qərarlar çıxardır və onu formalaşdırır şuuraltına.
Amma uşaqlıq dövründə o iki dövr var orada da. Emosional yaddaş dövrü var və o məntiqin yetişmə dövrü var. Bu hardasa biri 7, 8, 10 yaşacan davam edir, biri isə 21, 23 yaşına qədər davam edir. O dövrdə ora zapslar gedib, o həllər yapışıb da belə deyək də. Hansı ki sənin o dövründə o düşüncə qabiliyyətində deyildin ki, o məsələlərə hər tərəfli baxa biləsən. Düzgün qərar vermək üçün məsələlərin hər tərəfini görməlisən də. Düzdürəm yoxsa yox? Yarımçıq gördüyündə yarımçıq da qərar verərsən də. Bax o yarımçıq qərarların hesabına bütün həyatı eyni cür yaşayırsan. Gəlirsən başında 50 cür problem var. Bəs yaxşı, sən bu məsələlərə toxundun. Bəs o şeydən biz necə çıxmalıyıq? O şuuraltı məsələsində əgər biz hamı da elədir də. Yəni bu elə bir dəyişiklik yoxdur ki, bu falan kəsdə yoxdur, bunda yoxdur, bunda belədir. Bəli. Elə həyatın elə yolunun mənası bundadır da. Yəni elə çıxır ki, onda uğur qazananlar bu şuuraltdan çıxırlar, ona görə qazanırlar. Bax, uğur qazanmağın var qazanan saxlayan, var qazanan itirən. Ani qazanclar. Məsəl üçün baxırsan bəzən hava elementləri, qazanmaq üçün risk eləməyə bacarmalısan. Qazancı saxlamaq üçün səbr eləməyə bacarmalısan. O mən dediyim doğrudur ki, onda sən şuuraltıdan əgər çıxırsansa, fikirləşməyə başlayırsansa, bax, onda başlayır bu proseslər işləməyə. Mən ona idrak inkişafı deyirəm. Sən o instinktləri və beynini idarə etməyə başlayanda idrakın inkişafa keçir. İdrak inkişafına keçəndə artıq ruzu, bərəkət və s. yaxşı hadisələr həyatında başlayır formalaşmağa. Bu nədir də? İndi mən çoxu qınaya bilər, hər üçün bir cürdür. Mən qismət anlamını şəxsə bağlanmış görmürəm. Həmən bu cahil, batil, aqil, bu özü də enerjidir və kainat bunun üstündədir. Və bu xəttin hərəsinə münasibətdə hadisələr var. Əgər insanın ruhu, onun bədənini həmən o batil və cahil elementdən çıxarda bilmirsə, o iznaçalnidə, başlıqda ona yazılan həyatı yaşayır. O qismət münasibəti odur. Ssenarilərdən birini Bəli, ruhun imkanı var ki, o bədəni, onda ruh nəyə gəlirdi bu bədənə, elə bədəni gəlib gedərdi də. Ruhun vəzifəsi ondadır ki, davay nəsə ilə, yol tap, inkişaf elətdir bu bədəni. Yəni ruh bunu bilir mi? Bəli, bilir. Ruh bilir. Biz onu başa düşmürük. Çünki bura gələndə onlar o məlumatlar kisilir. Belə deyək də, informasiya itir. Və ruhun vəzifəsi əslində ondadır ki, bu inkişafı gətirsin bura. Gətirə bilməsə bədən elə yazılmış qisməti yaşayacaq. Gətirə bilsə növbəti uğur evinə çıxardacaq. Bəs sən onu yaxşı deyirsən, bəs ruh hardan bilməlidir? Yəni biz hardan bilirik ki, o elədir? Gəl belə danışaq. Nədə hiss edirik onu? Bax, mən prosta bilmək istəyirəm ki, yəni izləyicilər üçün də maraqlıdır ki, yəni okey də, bu biz hardan bilirik ki, bu belə oldu, yaxşı oldu bizim üçün? Əslində bizə bunu deyən şey çoxdur. Biz onu başa düşə bilmirik. Həyatda problemlərimiz var da. Var, конечно. Problemsiz həyat yoxdur da. Yoxdur. Bəs problem nədir? Nə üçün baş verir? Nə üçün? Niyə də lazım idi də? Allah nəyə görə problem yaradırdı dünyada? Maraqsız olar da yəqin ki, yaşamaq. Maraqlı eləmək üçün problemlər yükləyir bəni. Əslində o maraq qatan bir elementdir də, yəni. Maraq qatandı. Təbii ki, maraq qatır. Cəmaatı dindir, gör problemə maraq kimi baxır, yoxsa yox? Yox, bir dənə məsələ var, bax. Bu Avropa ölkələrində biraz yaxşı, komfortlu həyat verirsən bunlara. Bilsən də nə edirlər? Bilirəm, xəbərim var. Özlərini öldürürlər. Eksperiment var ya orada, hələ. İnsanların cənnəti. Hə, belə. Bax, gəl mənasını mən deyim. Problem. Bu əslində iynədir də faktik olaraq da. Bizə deyir ki, bax, daçıqdır. Bax, bədən özündə harasa başlayır ağrımağa, düzdürmü? Düzdür. Nə deyir bədən? Ağrıyır da bu yerim. Orada nəsə problem var. Get həkimə, denən baxsın, görsün nədir. Özün bilmirsən, heç olmasa həkim desin. Düzdürəməsən? Var elə bir şey. Qəşəng. Həyatdakı baş verən problemlərdə həmən o ağrılar kimi bir şeydir. Sənin burada problemin var. Get müəllimin yanına. Desin sənə ki, harada nədir? İnformasiya aydınlaşdıra biləm yoxsa? Biz problemlərə baxmağı öyrənsək özümüzü tanıyacağıq. Bizə mən deyirəm ki, Allah insanları, yəni öz bəndəsini problemə düzgün baxmağı ilə seçir. Yəni, istəyirsən Allahın sevimli bəndəsi olasan, problemə baxma, düzgün baxmaq öyrən. Bir dənə belə bir şey deyim də, misal da, yəni sən deyirsən problemə baxma. Misal üçün, sən gedibsən hər hansı bir marketə gedibsən, nəsə bir alış-veriş eləyirsən və gəlirsən kassada,
verməmişdən qabaq səndən qabaqçı müştəri sənə qarşı kobud bir cavab verir. Sən ümumiyyətlə Ne pürsom edin, onun üçün gəlməmisən ha. Sadəcə olaraq o şeyi alsan. Sənin reaksiyan necə olacaq ona? Yəni bu reaksiyan sənin İndi yoxsa əvvəl? Yaxşı sağ ol. Fərqli adamlar. Əvvəla əgər sənə kimsə belə deyək də, bayaq dediyim kimi qurbit eləyibsə, onun bilirsən Quranda bir yaxşı ayə var, deyir yarpaq belə bizim əmrimizlə tərpənir. Yarpaq belə, yarpaq ağacdakı yarpaq belə bizim əmrimizlə tərpənir. Yəni Allah öz mələklərə və özünə münasibətdə deyir. Yəni onu hadisənin baş verməsinə okey verən bir şəxsiyyət var da, bir kəs var. Yarpağın tərpənməsinə kimsə okey vermişdi, ona görə o tərpənə bildi. Yəni elə belə deyil də. Elə belə deyildi. Birinci məsələ, şəxslə olan münasibətin həmin o dediyin qurbit eləyənlə. Amma onu ora gətirib sənə münasibətdə o cür danışdıran bir kəs var. Onun dilindən sənə bir şey deyir. Sən ya ona baxacaqsan və o prosesdə qalacaqsan, ya çönəcəksən, o kəsə baxacaqsan, problemdən çıxacaqsan. Yəni əslində mənim ona cavab verməyim. Yəni onun mahiyyətcə gəl belə danışaq da. Gəldi neynədir? Sənə nəsə qrubit elədi. 3 dəqiqə orada görmüsən, ondan sonrasında çıxıb gedəcək. Nəyə lazımdır davaya çıxardasan? Deyərsən ki, əziz qardaşım, nə olub, nəsə kömək lazımsa eləyim sənə. Bəlkə adamı bilirsən, bilmirəm hansı yazar idi, bir maraqlı bir şey yazmışdı. Deyir ki, qatarda gəlirdim. Bir gənc kişi oturmuşdu yanımızda. Bunda 2 uşağı var, dəzəlli eləyirdilər. Qatar qatmışlar bir-birinə də. Axırı gedib bir pasajir da bu sərnişinlərdən, qadınlardan birini ilişəndə da mən öcə dözə bilmədim. Qayıtdım ki, cənab, bəlkə uşaqlarımıza baxasınız. Deyir, elə belə yuxudan ayıldı da, belə riski şeylədi. Deyir, bağışlayın, deyir, düzü indi xəstəxanadan gəlirəm, anaları rəhmətə gedib, yəni həyat yoldaşım. Ola bilər ki, ona görə özlərim belə aparırlar, mən indi onlara şey eləyərəm. Deyir, o qədər utandım ki, cəmaatın həyat yoldaşı rəhmətə gedib, mən də durmuşam burada uşaq davası aparıram. Sən o insanın özünün o cür aparmasının bir kökü var da, onun özünün də rəftarından Allahla arasında bir problemləri var. Onu həll eləməlidir o. O sənə deyil əslində döyüşdü. Amma sən onu problemin içindən görə bilirsənmi? Bax, sual bundadır. Həll eləmək istəyirsən problemi. O Einstein bir yaxşı söz var da, deyir ki, problemi yarandığı müstəvidə həll eləyə bilmərsən. Yuxarı müstəviyə keçməlisən. Yəni, əgər problemlərindən çıxmaq istəyirsənsə, problemi içindən yox, çölündən ona baxmaq öyrən. Çox çətindir bu. Zaten həyat budur. Bilirsiniz, o cavablar elə hasant deyil. Bəli, inandırım sizi ki, mən də öz dövrümü keçəndə sözləri oxuyurdum. Misal üçün, nə bilim, belə ol, elə ol, səbirli ol, orası ol, burası ol. Mən üçün də ümumi görsənirdi. Səbirli ol. Mağarım, hə, yaxşı səslənir. Nə olmaq lazımdır? O bilgiyə yetişməsən ala bilmirsən onu. Allah əslində bütün lazım olan bilgiləri çox sadə ətrafımızda qoyub. Burası biz onu oxuya bilmirik. İfadə edə bilmirəm. Yəni biz ona mənasını tuta bilmirik. Bir dəfə Mir Tofiq müəllim var, bizim mənim müdürüm işləyir, çox yaxşı oğlandır. Bir dəfə mənə dedi ki, bəs Həzrət Əlinin kitabını oxu, orada çox maraqlıdır belə elə. Dedim, mən qəşəng. Götürdü bir vərəqəsini mənə göndərdi. Baxdım ki, adam bir kəlmə ilə yəni vurub da, kitabda nə bilim bir 10 cümlə var, 10 cümlənin hərəsi bir elmdir. İfadə edə bilirəm. Hətta elə. Mən nə qədər öyrənmişəm, mən onu başa düşə bilirəm. İndi öyrənməyən onu başa düşə bilərmi bir cümlə oxuyanda? Bilirsən, yazarlara baxsaz, kitab, ədəbiyyatlar, 2 cür yazar var. Bir isə götürür bir yazıcısı var, o vada deyirlər də, o məğzi yoxdur. Baxırsan ki, əslində bu boyda kitabda 3 dənə cümlə var orada. Qalanı onun böyrünə qoşmadır. Bəziləri var ki, bu boyda kitabda 3 dəfə yox, 10 dəfə oxuyursan, doymursan. Məğz başqadır. Pisdir, yaxşıdır, yox, pis yaxşı deyil. İnsanına görədir. Yetişməmisənsə ondan başla, o yekədən. O su sənə kömək eləyəcək məğzi başa düşməyə. Yetişmisənsə artıq bir kəlmə bəs eləyir sənə. Baxır kim üçün yazılıb da o. Yenə deyirəm də, mən istiqamət verirəm də, faktiki demirsən, necə tanısınlar. Yetişməmisən, ged o yekə olanı oxu. Yetişəndən sonra bu birisinə keç. Bu birisini indi oxusan başa düşməyəcəksən. Müasir dövrdə elə bir şirkət təsəvvür etmək mümkün deyil ki, orada kompüter
printer, server, korporativ elektron poçt, IT avadanlıq və ya istənilən proqram təminatı olmasın. Əgər bu xidmətlər sizin üçün maraqlıdırsa, burada göstərilən nömrə ilə əlaqə saxlayın, bizneskardan zəng elədiyinizi söyləyin və birinci ayınıza tam olaraq 50% xidmət endirimi əldə edin. Zahid, bax, biz belə deyək də, bədəni başa düşdük. Keçdik beynin formatında başa düşdük. Qaldı üçüncü. Ruhun formatı. Ruhun formatı. Ruhun formatı bəs nədir? Gəl belə bir sual verim sizə. Gəl onun üstündən gedək də. Okay. Sizcə enerji ruhdadır yoxsa bədəndə? Bunu mən demişdim ki, bədəndədir, amma Yox, siz demişdiniz ki, ruhdadır. Mən ruhda demişdim, ruhda demişdim. Biz düz bu barədə danışmışdıq. Gəl onu elə açaq da. Hə, açaq. Mən nə dedim? Dedim yox, bədəndədir. Niyə? Niyəsi yadındadır yoxsa yox? Mənim niyəsi yox, yadımda deyil. Çünki mən ruhda qalmışam. Enerjini ölçmək olur, olmur? Yəqin ki, olmur da. Necə olmur? Tokun enerji deyil tok. Yox, tok enerjidir. Aha. Bu enerjiyə nə dəxli var ki onun? Mən sual verirəm də, deyirəm enerjini ölçmək olur, olmur? Əgər toku nəzərdə tutsənsə, onu ölçmək olur. Kainatda o qədər enerji var. Ölçmək olur əlbəttə. Əgər enerji ruhdaydısa və enerjinin ölçmək olursa, demək onda ruhu ölçmək olur. Ölçmək olur ruhu? Yox. Yox. Demək enerji ruhda deyil, bədəndədir. Bilirsiniz nə yoxşur bu? Biz ikimiz varıq. Sən mənim dostumsan, qardaşımsan, özümkisən, problem yoxdur. Amma biz ayrı-ayrı insanıq da, yəni dostdur. Təbii. Pul sənin cibindədir, mənim cibimdə deyil. Okay. Mən istəyirəm ki, sən o pulu xeyir işə xərcləyəsən. Sən öz-özünə deyirsən ki, yox, nə ona buna xeyir yola yardım eləmək. Gedib bir dənə yeyəcəyi də bu ilə də. Bax, bu həmin o bədənlə ruhun rəftarına oxşuyur. Mən bir yol, sən məcbur eləyə bilərəm. Yox, belə deyil, qardaş, ancaq belə eləyəcəksən. Bir dövr dözəcəksən, sonra üzümə partlayacaqsan. Necə ki, bəziləri var, mənim iradəm güclüdür. Başlayır öz bədəninin anasını ağlatmağa. Sonra da bir məqam sonra depressiya, söndü, özünə gələ bilmir. Elə də. Bax, bu, həmən o ruhla bədənin təmasının düzgünlüyü səhvlidir. Bu işçi ilə də belədir. Və onu deyirəm, özünü idarə eləməyən heç kim idarə eləyə bilməz. Sən bədəni gərək, daha doğrusu beyni elə idarə eləyəsən ki, o istəyərək sən istədiyin yola gələ. Yəni, belə deyək də, haqq yoluna. Onda bir dənə belə bir şey çıxır ki, burada əsas olan ruhdur da. Əlbəttə ki. Ruh idarə eləməyə başlayanda hər şey dəyişir. Çox qəşəng bir nüansa gəldiniz. Bayaq dediyim kimi də, sualı nə idi? Necə özümüzü pazdakda tanıyaq? Potensialımızı da bax. Birinci ruh olduğu başa düş. Biz özümüzü səhv başa düşürük də, onda çıxır ki. Bəli, baba, o başa düşmənin səhvliyindən inkişaf edə bilmirik. Ruh əgər biz başa düşürüksə, ruhu düz başa düşürüksə, bu deməli biz reinkarnasiyaya gedirik də. Reinkarnasiyada gedəndə bu niyə bizə əvvəlki topladığımız təcrübələr bizə gəlmir? Gəl belə danışaq da. Mən dünən şah idim. Qəşəng yeyib, içməyə zad ora-bura. Getdim, nəsə orada səhv elədim. Okay. Gələndə bu dəfə dedilər ki, qardaş, sənin səhvin var. Get, dava yolları, Karbitski zadakaları və həll eləmək. Dava indi gəlirsən şeydir, qul gəlirsən. Mən indi gəlib qul bədənində şahlığımı yadıma salsam, bu həyatı nətər yaşayaram? O da maraqlıdır. Yəni, bilirsiniz, hərdən deyirəm, amma siz hələ o dünyanı yada salsan, bu dünyadan vəhşi özü öldürmək istəyirsən. Yəni, oranın gözəlliyini, öyle şeydə demir, cənnəti, cəhənnəmi və s. və s. də. Yəni, mahiyyətcə inkişafın elə, o belə deyək də, üzüm inkası belə deyək də, məğzi el ondadır ki, sən bu həyata gəlmisən, əslində gələndə bilirdin niyə gəlirsən. Prosta burada o informasiya yoxdur. Sənin üçün o dünyadan ki, hər şeyi bilirdin. Bu deyir də, gedəsən bu bədənə, indi kömək ilə bu keçsin, hə, əlimizdə deyil, həll eləyərik. Gəlmisən, indi o informasiyanı bağlı, başa tanımırsan özün kimsən. Mən niyə gəlmişəm? Başa düşmürsən və görmədən tapmalısan ki, niyə buradasan və işin nədir? Mən uzun müddət idarə etmədə yetişdiyim dövrdə mən əslində niyə görə bu işə gəlmişəm? Bunun səbəbin biri budur. İllərlə getdiyim yolun nəticədə cavabını tapanda, mən niyə bunu əvvəlcə bilmirdim? Amma onu mənə kimsə əvvəlcədən başa salsaydı, mən daha tez keçərdim bu mərhələni.
əslində Və özümün həyatımın mənasına çövürdüm. İdraki inkişaf etmək istəyənlərə kömək eləmək ki, tez keçsin. Məsələn, canı ondadır ki, bütün illər ərzində baxıram ki, mən nə qədər rəhbərlərim, biri oturub mənə əməlli başa salmayıb ki, bunu belə elə. Ancaq başım daşa dəyə-dəyə öyrənmişəm. onun məsəl üçün bir qaydaları var. Düzdür, sən kurslarında bunu izah eləyirsən, hamısını. Bilirsiniz məğzi nədədir? Mən niyə bunu gətirirəm? Hə. Allahla insanın təmasında da hardasa belə bir şey var. Direkt dili ilə demir. Hadisələr gətirir başına ki, oradan tut da başa düş də nə deyirəm sənə. Başa düşməyəcək şilləyə qapazı biraz da çox vuracaq. Sən niyə elə demir? Olmaz ki, prosta demir. Ey, Cəbrə, bu falan şişör. Belə olmaz ki, göstərəcəkdir. Niyə belə çətinləşdirmək? Yaxşı da, gəlin belə deyək də. Dərs keçirsən birinə, deyirsən ki, falan şey belədir, falan şey. Başa düşdün? Deyir, hə. Getsin eləsin, görüm neçəsi başa düşdü. Hərə bir cürə onu başa düşür. Yəni də sən yığıb belə dərs keçməklə desəydi, bilirsiniz biz nəyi ki hadisələrdə paznat eləyirik, başa düşür, onu zaps eləyirik özümüzə. Hə, baba bu belədir, tapdım, özüm yoxlamışam, bilirəm bu budur. Bəs məsəl üçün ruh hər dəfə gələndə, məsəl üçün bu səfər gəldi, bu cahildir, bu səfər gəldi, batildir. Onu da seçir, onu da gəlir. Bədəni seçib gəlib zaten. Birisi nədərdir? Bədəndə o format hazır olur onun üçün. Yox, orada biraz nüans başqadır. Ruhun özünün inkişaf xətti var. Yəni ruh özü yəni Allaha sübut eləməlidir ki, mən sənə layiqəm. Və o prosesdə onun özünün dərs imtahan verir. İmtahan burdadır, dərsi orada keçir. Aha. İmtahan vermək və dərsi keçmək nə demək? Keçdin dərsi, gəlmirsən indi imtahan vermək. Nədən imtahan verəcəksən bu dəfə mənim balam? Məsəl üçün təkəbbürdən. Yaxşı, gəl sənə bir bədən verək, təkəbbürü çox olsun. Get onu həll elə. Bəs yaxşı, dərsi keçsən amma bilmirsən sonra. Bəli, mırtı bundadır da. Ged öyrən. Və orada da nədir məsələ? Sənə o seçim deyirəm, bizimdir. Necədir seçim? O ruhun inkişaf xəttinə uyğun bədənlər yaranır da. Yəni dünyanın özünün bir keçədəyi var axı da. İnsanlar gəlir, insanlar gedir. Sənin seçimin var ki, baba bu 5 tür adam olacaq. Biri orada, biri burada, birinin atası budur, birinin anası budur və s. Hansında gəlməksə, bax bundan seçirsən. Seçim o deyil ki, mən seçmişdim ki, qul olacağam. Yox, sən seçməmişdin qul olmaq. Amma nəyi seçmişdin? Sən imtahanını bilirdin nədən verəcəksən. Ona uyğun bədən seçmisən. Bəlkə içində ən yaxşısı seçmisən. Ondan pis də ola bilərdi. Zaten bu biliklərin həqiqətən yaxşıdır. Bax, insanlar sən də müəyyən bir hissəsini təbii ki, izah elədin burada. Yəni digərlərinə yəqin o bir verilişlərdə yavaş-yavaş baxarıq, dərk eləməyə çalışarıq. Amma bir də məsələ var. Yəni bütün bunları sən necə izah edirsən insanlara? Məsəl üçün sən bir belə deyək də sahibkarlar, menecerlər və yaxud da digər belə deyək də vəzifə sahibləri səninlə əlaqə saxlayır. Necəsə bunu onlara izah eləyə bilirsən ümumiyyətlə? Necə bir kursun var, və ya təlimin varmı nəsə buna? Bəli, bizim metamorfoz kursu var. Adını da ona görə metamorfoz seçdik ki, necə ki metamorfoz misal üçün bir məxluqun ya bir orqanın başqa bir orqana transformasiyasıdır. Misal üçün kəpənək tırtır olur, ondan keçir kəpənək yaranır. O metamorfozdur. Biz zaten təlimin də adını qoyduq metamorfoz, çünki bunu keçəndən sonra zaten kəpənək olasan. Yəni yaxşı, və burada nə əldə edir də adam? Bu sırf rəhbərlər üçün olan təlimdir, hansı ki qurucudur, yəni işi qurub biznesdədir və ya onun partnyorları belə deyək də, şəriklər üçün və birinci şəxsləri ola bilir. Bu təlimlərin 3 hissəli təlimdir. Daha hazırda birinci hissə başlayacaq indi yaxınlarda. Ayın 15-i inşallah başlayırıq. Bu təlim adı Matrixdən çıxışdır. Birinci təlimdə artıq baxış radiusunu dəyişirik. Necə ki, keçən dəfə dediniz, danışdıqca radius dəyişir sizdə, elə də o insanlar biz radiusunu dəyişirik. Və dəyişik baxış yaranandan sonra hadisələrə, münasibətlərə başlayır formalaşmağa. Və indi kursumuz olacaq, indi inşallah bu komandanda, hər komandamız möhtəşəm keçib də, yəni həqiqətən o, belə deyək də, keçən dəfə Vahid müəllimlə görüşmüşük, Kavralinas şirkətində, deyir ki, deyir, Zahid, mən bilmirəm, amma sən həqiqətən məni dəyişdin. Yəni, alacağım bir şey var burada. Yəni, belə, bayaq deyirsə, necə özünü tapsın, necə özünü tapsın. Allah belə formada cəmiyyətdə yerlər qoyub da. Misal üçün, hansısa bir müdriklər var, hansısa bir ədəbiyyatlar var, hansısa bir şeylər var. Onlara dəydikcə biz özümüzü tapa bilirik əslində. Onu da Allah bir yolunu açır. Heç də hamıya qismət deyil ki, o lazımi yerə və lazımi şəxsə çıxsın da. Misal üçün, mən düşünürəm ki, Azərbaycanda bu yönümdə biznesdə tədris deyən bir dənə mənəm, başqası yoxdur.
Həqiqətən də mən araşdıranda gördüm, yoxdur ümumiyyətlə belə şey. Həm özüm üçün də qəribə gəldi ki, biliyorsun bu nədir belə? Əslində mən özüm də indi iştirak edəcəm. Mən baxmaq istəyirəm, görüm bu nədir də ümumiyyətlə də. Yəni bu qeyri-adi bir şeydir, experience olacaq, mən təcrübə olacaq özüm üçün, onu bilirəm. Amma məsəl üçün o ümumiyyətlə nə qədər müddət gedir? Əlbəttə müdrikliyi 2 günə öyrədə bilmərsən. Yəni mahiyyətcə biz indi 3 kursdur. 3 kursun hərəsi 2 ay gedir. Amma biz onu necədir? Birinci etapı keçirlər, bir neçə qrup yığılır, sonra ikinci etapa keçirik də. Belə deyil, yəni elə gələn keçsin. Amma birincini keçməyən ikinciyə girə bilmir, ikinciyi keçməyən üçüncüyə girə bilmir. Niyə girə bilmir? Çünki oradakı informasiyanı birini almasan, o birisi onun üstünə gələ bilməz. Yəni bir təməl düz olmalıdır ki, bu üstündə binanı tikə biləsən də. Bilirsiniz, əslində bilirsən, əslində idarə etmədə problemlərin əksəriyyəti bilirsiniz nədir? Altını düz qurmayıblar, gedib üstündən məlumat öyrənir, elə bilir nəsə bilir. Sonra da üstdən gəlib şirkət qurmaq istəyir. Zaten sənin təməlin düz deyilsə, iş dağılacaq. Çünki təməlindən başlamalısan bu bilgini. Bəs belə bir şey də, yəni sahibkar tam ki bunu keçdi də. Okey, yəni nə əldə eləyir? Yəni dərk eləməyə başlayır. Bu dərk eləmək ona nə verir ki ona? Bax, əvvəla sahibkar öz biznesinə baxış radiusunu ala bilir. Yəni özünün problemlərini görə bilir. Niyə bu problem var, onu da görə bilir. Artıq digərləri ilə işləməyin yollarını da tapa bilir. Bax, burada nüans nədir əslində? Böyük bir problemi insanların digər tipajlarla işləyə bilməməsidir. Hansı ki, bu digərlər bir yerdə olanca ancaq hər tərəfə vura bilərsən. Bizim host vardı, yadınızdadırsa. Host, bəli. Hostun mənası bilirsiniz nədir? Əslində hostun mənası, yəni indi hərfə mənası orada evin sahibi gələ bilər ingiliscəsindən, amma ingilis sözü deyil də, hava, od, su, torpaq. Su, torpaq, bəli. Mahiyyət etibarilə host həyatın 4 tərəfidir. Necə ki, şimal, cənub, şərq, qərb var, bu da eyni şeydir. Və bu tərəflərdən birini boş buraxdın, işində o problemin var. İndi baxın, Allah yaratmayıb elə bir bəndə ki, bunun 4-ündə də bomba olsun. Full olsun. Yoxdur elə bir bəndə, yaratmayıb. Əgər bunu yaratmayıbsa, demək mən nə qədər bilirəm, bileyim, işimdə istənilən halda məndə problem olacaq və ya həyatımda. Niyə? Çünki nədəsə zəifəm. Nə halda mən bunu düzəldə bilərəm? Bax, o hal var da məndə zəif. Onda güclü olandan işləməyi öyrənsəm. Amma mən o ilə işləyə bilmirəm. Çünki o deyir başqa söz. Mən deyirəm, bu cür olmalıdır, gəlir, yox. Necə eləyim ki, mən bu ilə işləyə bilim? Bax, biz onu öyrədə bilirik. Niyə o mənə lazımdır ümumiyyətlə? Bax, baxırsan, bəzən insanlar bir məqamda çox qaldığında təkəbbürü yaranır. Deyir ki, mən bunu biləniyəm, mən eləmişəm, mən belə, mən elə, mən olsun. Amma baxırsan ki, işində problem var adam. Adam problemi ya görmək istəmir. Məsələn, orada Robert Kiyosaki 6 metod çıxartmışdı o ilə bağlı, problemlərlə bağlı. İkincisi, görür problemi, həll eləyə bilmir. Gətirir fərqli adamı. O ilə işləyə bilmir. Deyir, mən gördüyüm elə, mən dediyim elə. O mən dediyini eləyirsə, o zaten elə həmən şey olacaq da. Və ya ən böyük problem nədədir? İnsanın öz zəif nöqtəsi var o hostda. O birisində onun düzgününü seçə bilmir. Ümumiyyətlə seçə bilmir düzgününü. Əslində belə baxanda Zahid, bütün işlər, yəni sən onu komanda işinə çevirə bilmirsənsə, elə o böyüdə də bilməsən. Bilirsən, o bayaq dedim ki, insan nə bilim bir daşla yonmağı biraz öyrənər, nə bilim nə idi. Yəni iş başlayanda əslində sənətlə başlamışdı da. Hansısa bir iş quran varsa, birinci özü nəyə yaxşı bacarır. Tutaq ki, bir yaxşı aşpaz idi. Yaxşı kabab pişirə bilirdi. Getdi bir yer götürdü. Dedi, hə, mən burada kabab buraxacam da belə Lordu dedisə. Özü əla aşpazdır. Ətlə qəşəng bacarır. Amma iş böyüyəndə ətlə bacarmalı deyilsən, adamlarla bacarmalısan. Orada zəif var. Niyə görə? Özünü idarə etməyi öyrənməyib. Ondan keçir o proses. Yəni özünü idarə etməyi öyrəndə sən avtomatik olaraq başqalarına idarə etməyi öyrənirsən. Çox maraqlıdır Zahid. Bilirsiniz, necə keçir bu proses? Prosesdə olmamış danışmaq çətindir əlbəttə ki. Yəni o belə deyək də, deyir halva deməklə ağız şirin olmur. Yəni prosesin içinə girəsən ki, görəsən. Bizim yolumuz dərk etmə yoludur. Dərk etdirə-etdirə keçirdirik insanı. Yəni problemin kənarda axtaran adamın bir yaxşı söz var, deyəsən Həzrət Əlidir. Görmək istəməyən qədər kor yoxdur. Görmək istəməyən qədər. Birinci, biz baxırıq o adamla işləyirik, hansı ki, görmək istəyir. Onu görə bilmir. Görmək istəyən varsa, onu göstərməyin yolunu biz bilirik. Onu göstərə bilərik onu. Amma adam görmək istəmirsə, heç zatda olası deyil.
O təkəbbür nədir? Elə odur da. Məndən yoxdur, mən bilmirəm. Niyə? Başqasını görmürsən. Bizim bir yaxşı söz var, deyir ki, nə qədər ki çalsan, yaşılsan, nə vaxt ki yetişdin, çürüyürsən. Eşitmisiniz o sözü? Gözəl söz. Bilirsiniz nədir məsələn canı? Yox. Mən yaxşı satıcıyam şirkətdə. Məndən yaxşı satıcı yoxdur. Bir müddət sonra məndə təkəbbür yaranır. Məndən yoxdur. Niyə? Növbəti hədəfim yoxdur. Hardakı özümü zəif görə bilərəm. İnkişafın dayanır da. İnkişaf yoxdursa, təkəbbür gəlir. Təkəbbür neynir? Tənəzzül gətirir. Bilirsiniz, o təkəbbürün geriləmək verir. Bayaq dedim, tamah əksi pul gətirə bilir. Təkəbbür yox, təkəbbür aparır. Təkəbbür nədir? Mən çatdım. Allah deyir, çatdın, düş bala. Yaxşı elədi. Başa düşürsünüz? Təkəbbür olmur o vaxtdır ki, hər dəfə yeni hədəfin olur, hansı ki, hələ çata bilməmsən. O hədəfləri hər dəfə yeniləmək Bəli, lazımdır. həmişə yaşıl qalmağı öyrənmək lazımdır. O da səndə komfort zonasından faktiki olaraq çıxır. Bəli, sən komforta düşən kimi bir müddət sonra təkəbbürün gələcək. Təkəbbür nə verəcək? Yeni informasiya açıqlığı bağlayacaq. Yeni informasiya açıqlığına bağlananda nə olacaq? Keçmişdə qalasan, qardaş. Zat bəs məsəl üçün də çox vaxt kitablarda da, hətta belə kitablarda belə deyirlər ki, sən işləyərək heç vaxt böyük pul qazana bilməzsən. Çox işləyənin pul qazanmağa vaxtı yoxdur. Ay sağ ol, belə bir şey deyirlər. Və faktiki olaraq biz həmin o sahibkar işləyirsə yenə o necə qazanır pulu? Yəni Siz əslində işdən belə deyək də, birinci fərdlərdən fərdə fərq var. Məsəl üçün Robert Kiyosaki ona yaxşı deyir, biznesdə o kvadrant denijnik Batokov adında bir mexanizm var. İşçi, sahibkar, biznesmen və investor düşüncəsi. O düşüncədir və o düz deyil. Orada məsələ nədir? Əslində şirkətin böyüyə bilməmək səbəbi o etapını keçə bilməyən sahibkardır. Məsələn, sahibkar düşüncəsindəki biznesmen deyəndə indi biznes sahibi deyək də məsələdə, iş adam. O nə qədər ki biznesmen düşüncəsinə çıxmayıb, ora tullanmanın mənası yoxdur. Adama baxırsan ki, adamın beyni sahibkar biznesi, sahibkar düşüncəsi nədir? Nə qədər ki özü biznesdədir, biznes var. Çıxdı biznes yoxdur. Yəni nədir? İşin əsasını özü görür. Özü həmən o rutin içindədir. Xoş deyir onu, adam öldürməklə deyil. Deyirəm, qardaş, sən niyə özü öldürürsən? Sənə niyə lazımdır biznes? Əksinə, sən burada mütəxəssissən, qəşəng, əla, sən burada da çox pul qazana bilərsən. Sən ölürsən də işləmək üçün, öl də bu işləmək üçün, get işlə də burada, problem yoxdur. Keçmək istəyirsən növbəti, istəyirsən biznes qurasan. Müşleniya o dəyişməmiş mümkün deyil. Düşüncən dəyişməlidir. Bəs bir dənə başqa bir məsələ. Yəni mən dediyimə biraz əlavə edim. Yəni mütləq deyil, hamı böyüməlidir. Yoxdur elə bir termin. Səhv yanaşma da elə gəlirlər, mən indi elə eləyəcəm ki, sən biznesdən çıxacaqsan. Lazım deyil. Bu adam zaten bunun içində kayf alır, rahatdır burada. Sən bunu burada niyə çıxardırsan ki? Özü yetişibmi o məqama? Bax, sual budur. Adam var və məsəl üçün o ünsürləri turdakolikdir də, paxat eləyən adamdır. Ölür də, bu adam özünə iş yaratsın da, yəni pastayanlı rutin içindədir. Oradan bilirsiniz nə vaxt çıxacaq? Nə vaxt? Bircə halda oturub düşünməyə başlayanda ki, mən paxat eləyirəm, neçə ildir, bu boyda iş görürüm, qazandığım nə oldu? Bax, onu düşünəndə orada başlayacaq dang dəyməyə. O problemi ki, hiss elədi, o problem ki, ona görsəndi, onda onun artıq yavaş-yavaş yol açılır. Nə qədər ki, deyirəm, məndən yoxdur. Elə orada da qalacaq. Bir dənə bu məsələ də, yaxşı, bax, sahibkar məsələsi də, yəni, hər adam sahibkar ola bilərmi? Düşüncə dəyişməmiş olmur. Məsələ nədədir də? Birinci insan psikotipajı və ondan da çox şey asılıdır. İkinci insan yetişməyi. Bayaq dedim, axı, psikotipaj bizim beynimizin formatıdır. Bayaq biz sosdan sayılır. O beynin formatıdır. Bədənlə beyinə aiddir. Ruha aid deyil. Ruhun beyninin formatı yoxdur. Yəni ruhun elə bir formatda gəlməyib. Yəni bu nə bilim yaxşı kitab oxuyan ruhdur. Bu da nə bilim orada çox danışan ruhdur. Bu bədənin formatıdır. Bayaq dediyin nə idi? Cahil batil adı. Sən ya idarə edirsən instinktləri, ya instinktlər səni idarə edir, yəni bədən. Ya sən beynini idarə edirsən, ya beynin səni idarə edir. Yaxşı, mən beynimi idarə edirəmsə, artıq formatı dəyişdirə bilirəm axı. Bax, onda inkişaf başlayır.
Bilirsiniz, o biznes düşüncəsi mənim üçün məsəl üçün işçi və menecment vəzifə deyil, düşüncə tərzi. Yəni o kəs menecer olur, menecer olmaq üçün vəzifənin dəyişmə ehtiyacı yoxdur, ya da vəzifəyə qoyulmaq ehtiyacı yoxdur. Burada dəyişir o. İfadə edə bilirəm. Bax, sahibkar düşüncəsi ilə biznesmen düşüncəsinin arasındakı fərq də buna oxşayır. Sən etapını keçməmiş olmursan o. Onlar fərqli anlayışlardır ki. Bəli, yox, indi belə deyək də, mən hərfi mənada fərqindən danışmıram ha. Robert Kiyosaki'nin o elementlərlə bağlı danışıram. İşçi düşüncəsi, sahibkar, biznesmen, investor. Başa düşdün? Yəni mən orada hərfi davaya çıxsaq orada çox şey çıxar. Ondan danışmıram. Yəni prosta bir söz olaraq mənasını aydınlaşdırmaq üçün deyirik. Sahibkar, biznesmen, işə götürən və s. və s. No, sahibkardan danışaq da. Sahibkar işin içindədir. İş olmasa bugün iş getməyəcək. Səhər gəlməlidir, orada nəsə eləməlidir ki, o iş getsin. O satış eləməlidir ki, satış olsun. Biznesmen o adamdır ki, o sahibkar və işçiləri öz əli altında birləşdirə bilir. Biznesmen o vaxt olursan ki, sahibkarla işləməyi öyrənirsən. Bax, Zahid, başqa bir dənə məsələ. Bax, sən olmazdımı ki, məsəl üçün səndə belə bir kurs olardı, hansı ki, HR-ları öyrədərdi işçi seçməyi? Zaten var da, elə bunun bir hissəsi odur. Prosta mən HR-ları öyrətmək istəmirəm. Yəni, məsələnin canı nədədir? Bizim HR-ları mən hörmət edirəm, Allah canlarını sağ etsin. Amma HR dediyimiz sistem ümumiyyətlə kiçik şirkətlərdə olmur, böyük şirkətlərdə olur. HR sisteminin bir problemi var, böyük bir problemi var. Böyük şirkətlər o şirkətlərdir ki, bazarda mövqeyini tutmuş olur. Və oradakı HR-ın işi, daha doğrusu işinə münasibətdə o başa düşmür. Onun işi gəlirliyə nə cür təsir edir. O sadəcə ilə vakansiya var, orada patoloq bir struktur yazıldı, nəsə bir vəzifələr, nəsə prosedurlar zaten. Yəni o başa düşmür ki, mən bu strukturu necə qurum ki, o pul gətirsin ya gətirməsin, necə eləyim ki, bu işçini necə qoyacam bura ki, onun o məğzi, o ağrını duya bilmədiyindən onlar bu məsələni heç biri bilməməyə o qədər əhəmiyyət də kəsb eləmir. Çünki onların təsiri olub-olmamaqdan o biznes zaten də elə kəskin yerində dəyişən deyil. İfadə edə bilirəm. Onun üçün görürsən ki, böyük şirkət idarəsində olan HR-lar gəlir balaca şirkətə, yox, öldü qaqaş. Yəni heç nə eləyə bilmir. Yəni nə deyirlər, bu nə deyirsən. Gəlir məsələn əksər hallarda dress kod düzəlməlidir, orada nə bilim giriş çıxış saat 9-da zətdə məzuniyyət günü. Rəhbər deyir, "Nə məzuniyyət, nə giriş, nə dress koda pul yoxdur." Pul yoxdur. İfadə edə bilməm ki. Çünki onlarda da problemdir. Çoxunda torpaq yanaşmasıdır, o da problemdir. Sən belə baxanda sən özün də elə yaxşı bir HR-da işləyə bilərsən. No, zaten. No, HR mənim işimin bir hissəsi. Rəhbər HR-lıq xidmət var elə məsələn elə xidmət göstərsən. Mən öz şirkətlərimlə işləyirəm, amma necə işləyirəm? Məsələn, mənim şirkətlərimin hamısı mən işçi seçməsəm götürmürlər də. No, mən biraz formatım başqadır. Mən işçi axtarmıram. Onlar axtarıb seçirlər, üstündən baxıram, deyirəm, hə, bu olar, olmaz. Aha. Yəni mən durub işçi axtarmıram kimisi üçün. Ola bilər nəsə kadr olar ətrafda yönəldim, amma belə xüsusi olaraq rekruting xidməti və s. o mənim üçün biraz rutin işdir. Mən o işləri xoşlamıram. Mənki biraz gələcəklə işləməkdir. Həqiqətən bu səfər də yəni məni təəccübləndirə bildin. Yəni hər dəfə kimi keçən dəfədən hələ özümə gəlməmişəm. İnşallah izləyicilər üçün də bu maraqlı olar. Bu tema bəzi insanlar var həqiqətən gələndə mən mütləq məsləhət görürəm ki, mütləq bu videoya bax, bu sənə kömək olacaq. Bu insan sənin həyatını dəyişə bilər. Bir daha zaten təşəkkür edirəm gəldiyinə görə. Gəldin həqiqətən bizim də həyatımızda bir iz qoydun, həqiqətən yaxşı mənada bir iz qoydun. Bir dəfə gəldiyinə, iştirak elədiyinə görə təşəkkür edirəm. Çox sağ ol Fuad, əziyyət çəkdin, mənə yenə dəvət elədin. Sənin hesabına bazarda tanımağa başlayıblar. Estağfurullah, estağfurullah. Allah yolumuzu açsın. Allah canınızı sağ eləsin. Zaten elə niyyətimiz bir cəmiyyətə, insanlara bir xeyir verməkdir. Maariflənən, inkişaf eləyən olması cəmiyyətimizi inkişaf elətdirir. Ona görə də bizim də burada bir borcumuz budur da zaten. Yəni hərəmiz həyata bir şey üçün gəlmişik. Mənim üçün gəlmə səbəbim müəllimlikdir. Yəni öyrədə bilirəmsə, nə xoş mənim halıma. Allah köməyin olsun. Sağ ol. Sağ ol. Çox sağ ol.